Salamlar, vaxtınız xeyir olsun, hörmətli müəllimlər. Xoş gördük hər birinizi. Mən Edu Kompaniya Təhsil Şirkətinin Yeni Azərbaycan dili müəllimi İstək Paşazadə. Nəzərinizə çatdırım ki, bu ilə qədər mənim əyani hazırlıqlarım Gəncə şəhərində tədris olunurdu. Artıq bu ildən etibarən Bakı şəhərində tədris olunacaq. Qeyd edeyim ki, Bakı şəhərində dərslərimiz 28 may filialı və Elmlər filialında tədris olunacaq. Əyani dərslərimizə qoşulmaq üçün nömrələr qeyd olunacaq ki, həmin nömrələrlə əlaqə saxlaya bilərsiniz. Eyni zamanda onlayn dərslərimizə də qoşula bilərsiniz. Sentyabr ayından qruplarımız dərsə başlayacaq. Bilirsiniz ki, milli imtahanı artıq əvvəlki kimi deyil, daha da mürəkkəb formada salırlar. Yaxşı şəkildə nəticə göstərmək üçün belə deyil, uzun müddətli hazırlığa ehtiyacımız mütləq var. Və qeyd edeyim ki, universitetə hazırlıq dönəmi ki var 10-11-ci sinifin abituriyentinin. Həmin o dönəmdən daha çətin bir dönəm olur milli hazırlığı və hətta mən 3-cü kurs tələbələrinə belə tövsiyə edərdim ki, yanvar ayından etibarən 3-cü kursda oxuya, yanvar ayından etibarən dərslərə qoşulub baza toplasınlar. Sentyabr ayının hazırlıq onlar üçün çətin olmasın. Təbii ki, yüksək nəticə istəyən yoldaşlara aiddir ki, 90+, 85+ nəticə istəyən müəllimlərə aiddir. Bugün qısaca olaraq mən deməli, qısaca olaraq mürəkkəb cümlələrlə bağlı mürəkkəb cümlələrlə bağlı növbəti videolarımızda geniş şəkildə tanışacağım. Qısaca olaraq sifətlə bağlı bir məqama toxunmuş olacaq. Deməli, bilirsiniz ki, sifətdən sonra gələn isim təkdə də ola bilər, cəmdə də. Yəni, nə demək istəyirəm? Məsələn, şirin meyvə. Siz meyvə sözünü təkdə də verə bilərsiniz, cəmdə də verə bilərsiniz. Yəni, nə işlətsəz də bir problem yoxdur, işlətməsəz də bir problem yoxdur. Amma bilirsiniz ki, eyni sifətin köməyi ilə yaranan mürəkkəb sifətdən sonra isim təkdə yox, cəmdə işlədilməlidir. Siz burada meyvə yox, meyvələr deməyiniz şərtdir. Əgər isim təkdə işlədildiyi halda qrammatik normanı biz pozmuş olacaq. Və qeyd edeyim ki, müəllimlər, burada verilən suallardan biri budur ki, keçəndə qarşılaşdığım suallardan biridir. Deyir mən, şirin-şirin söhbət edirdilər cümləsində, söhbət sözü təkdə olmalıdır, yoxsa cəmdə olmalıdır? Müəllim, siz bilməlisiniz ki, söhbət sözü burada isim kimi çıxış etməyib. Söhbət etmək mürəkkəb feil olduğuna görə siz şirin-şirin sözü heç sifət götürməyəcəksiniz. Bu zərfdir. Şirin-şirin söhbət etməkdə feil olduğuna görə heç ümumiyyətlə burada nə sifət var, nə də ki, isim var. İnşallah növbəti videolarımızda daha geniş şəkildə dərs izahlarına və maraqlı test izahlarına yer vermiş olacaq ki, bizi izləməyi unutmayın. Videonu bəyənməyi və rəy bildirməyi unutmayın. Diqqətinizə görə təşəkkür edirəm.